Hörmətli tamaşaçılar, demək bizim verilişimizdə 3 şikayətçi iştirak elədi. Demək, birinci şikayətçi məsələsindən bağlı mən bildirmək istəyirəm ki, bizim hörmətli hüquqşünasımız Gülnar xanım götürdü öz boynuna, bütün Quba şəhərində biz öz araşdırmamızı aparacağıq, həyat yoldaşından görüşəcəyik, onun ailəsindən görüşəcəyik. İkinci Afaq xanım, Afaq xanımın da qaynanasına biz müraciət elədik, yəni həyat yoldaşından danışdıq və Gürcüstandan gələn ana. Bu ananın məsələsindən bağlı bizim əməkdaşlar yenidən xanımı aparacaqlar Gürcüstana, evə və biz bunu çox geniş işıqlandıracağıq. Yəni xəbəriniz olsun. Hörmətli tamaşaçılar, bizə ayrılan vaxt sona çatır. Sağ olun, gecəniz xeyrə qalsın. Kişini kişi edən nədir və kimdir? Kişilər barədə elə söhbətlər eşidəcəksiniz ki, əsl kişidən tutmuş, kişi qırıqlarına qədər güclü, zəif, qeyrətli, qeybətçil hər növ kişidən danışacaq. Bazar ertəsi günə baxanda. Verilişin baş sponsoru Nərgiz Klinikasıdır. Ancaq aslandan belə şey çıxır. Buradan atışıqlı sual deyəsə ürəyinizdə qalmış. Siz aşırı hansı oxuyun? Yox, lazım deyil. Lolay bəs elədi bizə. Siz nə dildə danışırsınız? Nə maraqlı verilişiymiş. Mən əvvəllər niyə çağırmırdınız bura? Verilişin baş sponsoru Well şirələridir. Verilişin baş sponsoru Jale limonadları. Verilişin rəsmi sponsoru Gratsiya arıqlamaq məhsullarıdır. Biz böyük bir cümlənin üzvləriyik. Onun keçmiş zamanı var. Onun indiki zamanı var. Onun gələcək zamanı var. Bu zamanlar bir yerdə tarixdir. Ayınızda ən yeni tarix başlayır. Hər həftənin cuma axşamı saat 23-də. Verilişin baş sponsoru Azərçay, doğma çay. Azercell'le Eurovision finalına düşmek bu kadar asan. Yalnız 10 April 21 May tarihlerinde Azercell'den Eurovision 2012 modemini al. Eurovision finalına bilet kazanan 400 neferden biri ol. Eurovision heyecanını Azercell'le yaşa. Azercell 3G Max, Eurovision 2012'nin resmi 3G modemi. Güclü, dinamik ve nəhəng SUV Dodge Durango. İndi nağd alına 3 illik sığorta hədiyyə, kreditlə isə illik 14%-lə. Dodge Durango. Olduğun kimi görün. Yemək kariyesa səbəb olur. Aha, sən karies təhlükəsi altındasan. Orbit kariesdən 3 qat müdafiəni təmin edərək onun 3 yaranma səbəbiyle mübarizə aparır. Birincisi, o qida qalıqlarını təmizləyir, ikincisi, zərərli turşuları neytrallaşdırır və üçüncüsü, diş minasının zəiflənməsinə mane olur. Ona görə də hər dəfə yeməkdən sonra Orbit çeyniyin. Orbit, kariesdən 3 qat müdafiə. Ye, iç, Orbit çeynə. Sağlamlığınızı Azərbaycanın yüksək ixtisaslı və tanınmış mütəxəssislərinin bir araya gəldiyi dünyanın ən müasir tibbi avadanlıqları ilə təchiz olunmuş məkana, Diaqnoz Tibb Mərkəzinə həvalə edin. Mərkəzin laboratoriya, şüa diaqnostika, kardiologiya, ginekologiya, lor, cərrahiyyə və s. şöbələrində çox yüksək dəqiqliklə xəstəliklərə vaxtında diaqnoz qoyulur. Yüksək səviyyədə müalicə aparılır. Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı Diaqnoz Tibb Mərkəzi. Məlumat nömrəsi 012 904. Müasir tibbi diagnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzi verilişin baş sponsorudur.
Salam, hər vaxtınız xeyir olsun. Cinayət işinin yeni nömrəsi efirdədir. Verilişimizə Diaqnos Tibb Mərkəzinin baş sponsorluğu ilə baxırsınız. Prostat vəzinin adenomasından əziyyət çəkən kişilərin nəzərinə. Diaqnos Tibb Mərkəzinin urologiya şöbəsində prostat vəzinin adenomasının lazerlə heç bir kəsik aparılmadan endoskopik yolla cərrahi əməliyyat aparılır. Xəstələrin xəstəxanada qalma müddəti cəmi 3 gündür. Ünvan Əhmədli qəsəbəsi, Sarayeva küçəsi 38C. Məlumat nömrəsi 012 904. Bu anda azyaşlı və səbir zəiflər ekran qarşısından kənarlaşsa yaxşı olar. Ölkədə baş vermiş cinayət hadisələrinə şahidlik edəcəksiniz. Ötən həftə Xızı sakini bibisini öldürdü. Paytaxt sakini isə qədəh yoldaşını qətlə yetirdi. Binəqədidə güllə səsləri eşidildi. Qadın zorakılığına tab gətirmədiyi ərini öldürdü. Qısqanc ər isə xalası oğlunu bıçaqladı. 86 yaşlı qadın eyvandan iplə düşmək istəyəndə yıxılıb öldü. Qonşu isə qonşuya bıçaq çəkdi. Bu və digər kriminal hadisələr verilişimizin birinci hissəsində. Cəlilabad rayonunda törədilmiş qətl nəticəsində bir ailənin 2 üzvü öldürülüb, digər ikisi isə yaralanıb. Hadisə Cəlilabad rayonunun Ocaqlı kəndində baş verib. Lənkəran şəhərinin Liman qəsəbə sakini İsmail Əskərov Ocaqlı kəndinə gələrək orada taksi fəaliyyəti ilə məşğul olan 23 yaşlı kənd sakini Afət Həsənova idarə etdiyi Vaz 2103 markalı avtomobilində bıçaq xəsarətləri yetirib. Getdim yanına, gördüm maşın qızıl qanın içindədir, sürünə-sürünə evə sarı gəlir. Götdüm, qoydum maşına bunu gətirməyə, Afədi qardaşımla. Getdi küçənin başına çatanda gördüm əlində bıçaq qaçır adam. Götdü bıçağı fırladı o yana bir yana. Cumdu bunun üstünə başına vurmağa. Qardaşa əlimi verdim bıçağı tutmağa, bıçaq girdi əlimə. Yaralı vəziyyətdə atasına və qardaşlarına xəbər verən Afətin yanına gəlmiş iki qardaşı və atası da İsmail Əskərovun hücumuna məruz qalıb. Hadisə nəticəsində ata 57 yaşlı Xurşud Həsənov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Yaralı vəziyyətdə xəstəxanaya aparılan ailənin kiçik oğlu 23 yaşlı Afət Həsənovun da həyatını xilas etmək mümkün olmayıb. O, Cəlilabad Mərkəzi rayon xəstəxanasında dünyasını dəyişib. Ailənin digər üzvləri Azər və Yasər Həsənov qardaşları isə xəstəxanada ilk ambulator yardım aldıqdan sonra evə buraxılıblar. Hadisənin səbəblərinə gəlincə, şahidlərin dediyinə görə cinayəti törədən İsmail Əskərov Afətin idarə etdiyi avtomobilə oturduqdan sonra onu Cəlilabad rayonunun İranla həmsərhəd olan Dələli kəndinə aparmağı tələb edib. Sürücü Afət Həsənov buna etiraz etdikdə onlar arasında mübahisə yaranıb və İsmail ona üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib. Qeyd edək ki, bir ailənin 2 üzvünün ölümünə, digər ikisinin isə yaralanmasına səbəb olan İsmail Əskərov artıq polislər tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb və onun cinayətdə istifadə etdiyi bıçaq da üzərindən maddi sübut kimi götürülüb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. Bakının Ərmanov rayonunda qətl törədilib. Hadisə Orucəliyev küçəsi ev 30-6 ünvanında qeydə alınıb. Həmin mənzildə kirayənişin qalan Məmmədova Turanə Mirzəli qızı aralarında yaranmış mübahisə zəminində qeyri-rəsmi nikahda yaşadığı Rəhimov Rəşad Əli oğlunu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə